qədər savadı olan, təhsili olan aparıcı mənəm, mən bildiyim qədər. Şov verişlərini aparıcılar arasında. Elədir. Mən çox gözəl bilirəm kim xaric oxuyur, kim düz oxumur. Mən gözəl bilirəm midən cayargah düzgün deyil ki, burada düzəldirəm adama. Deyirəm, nə danışdım, mən midən oxuyacam cayargah. Deyirəm, midən cayargah olmur. Deyir, sən bilmirsən, aparıcısan ona görə deyir, mənə deyir. Zaur, sənlə bağlı, balalarımın toyunda kəsirəm sözü, sənlə bağlı mənə çox suallar verirlər ki, Zaur niyə ailəmi qatır qarışdırır bir-birinə? Onun musiqi savadı yoxdur. Deyirəm, səhv edirsiniz. O bizimlə muğam sinifini bitirib. Bəli. Mən solfejiya bilirəm. O bitirib. Sadəcə olaraq mən bir neçə illər sonra görəndə dedim, sən niyə davam elətdin? Artıq gördüm ki, bir aparıcıldır, yəni başqa bir sahədə gəlibdir, yəni qatılıb şou biznesə. Amma belə bir şey də var da, birinci növbədə aparıcı hər zaman qonağa baxır, sualı verir. Və bir qonşu kanalların birində verilişdə olanda mən dedim ki, aparıcı, sən niyə həmişə aləmi qatıb qarışdırırsan da, yəni bu qalmaqal mütləq yaranır, dedi, mən eləmirəm. Dedi, çünki qonaq gələndə özü deyir ki, bu sualı ver efirdən mənə, mən buna cavab verim. Düzdür, yarı qonaqlarda, yarı aparıcıda mən ona dedim ki, onlar desə belə, siz deməməlisiniz. İndi hər halda yəni tam aparıcılarda da bilməyək, günahı görməyək və doğrudan da musiqi anlayışı olan hər bir aparıcıya, ümumiyyətlə hər bir insana, bizim sahədə musiqi təhsili olan insana hörmətim çox böyükdür. Çünki təhsilli insan tam başqa cür baxır həyata.